Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tahirin. Ve lanetullah ala a'daihim ecmain. Minel an ila liqai yevmiddin. Nehmeduhu ve nesta'inuhu. Rabbi şrahli sadri ve yassirli amri ve hlul uqdeten min lisani yefqahu qavli. Sadaqallahul aliyyul azim. Allah Teala ibadət taatimizi qəbul eləsin inşallah. Allah Teala bizi həqiqi namaz qılanlardan qərar versin inşallah. Allah Teala bu günü tamam möminlərə mübarəklər qərar versin inşallah. Bizi dində, bu vəzifədə, İslamda, bu təriqətdə sabit qədəm qərar versin inşallah. Nəslimizdən, bədi nəslimizdən İslama düşmən qərar verməsin inşallah. İslamın tamam məqamda, tamam yerdəki düşmənlər var, tezliklə məhv nabud eləsin inşallah. Allah Teala bizi dünya və axirətdə Peyğəmbər və Əhl-i Beytinin ziyarətindən və şəfaətindən bir nəsib eləməsin inşallah. Bəhsimiz keçən dəfələrdə Həzrətin vəsiyyətindəndir, Əbazərə öyüd nəsihətindəndir. Qəm barəsində keçən dəfələrdə danışdıq. Elm barəsindəki insanın biliyi barəsində danışacaqdıq. Elm bir xüsusi mənadadır, bir ümumi məlumat mənasındadır. Xüsusi mənada olan elm hər hansı bir ixtisasda bir elmi oxumaq, ya məsələn din elmini oxumaq, ya fərz eləyək bir dünyəvi elmi oxumaq o mənasındadır. Ümumi mənada insanın biliyidir, hər hansı bir şeyin barəsində olan bilikdən söhbət gedir. Yəni belə deyək, ümumi götürəndə məlumat, hər hansı bir şeyin barəsindəki insanın məlumatı var, o onun biliyidir. O məlumata uyğun insan rəftar eləyir, əməl eləyir, özünü qoruyur, ya başqa işlər görür ki, bilir, məsələn, fərz eləyək, bu heyvan yırtıcıdır, ondan özünü qoruyur. Bu heyvan, məsələn, yırtıcı döyür, ondan özünü qorumur. Bu mikrob, məsələn, xəstəlik gətirər, ondan uzaq olur. Elə belə ilə, maşallah, bu cürə elə bil mənalarda və bu cürə formalarda. Amma o elm ki, burada hədisdə o elmdən danışılır, bu ümumi elm mənasına deyir. Hətta belə baxanda ümumi dini elm mənasında da deyir. Çünki dini elmimiz bizim müxtəlif formalardadır. Fiqh var, üsul var, ondan sonra hətta məsələn də bizim dini fəlsəfəmiz var, başqa məsələlər buna da aiddir. Belə zahirən belə görüşür ki, bu elm ki, burada danışılır və onda onun insanda təsiri olmalıdır. O ilahi mərifətdən gedir söhbət. Mərifət özü də bir növ elm mənasındadır. Mərifət tanımaq, bilmək mənasındadır. Bu da əsasən mərifət Allahı tanımaqda, o Allahın məqamını başa düşməkdə işlənər, o mərifət kəlməsi və ilə məsələn, ərəfdir filanə, məsələn, filan kəsi tanıdım. Elə ərəblər də o kəlmədə işlənər. Məsələn, heç deməzlər, əlimtul filanə, məsələn, filan kəsi bildim. O tanımaqda ərəfdir deyərlər. Amma o ki, bizim rivayətdə, hədisdə gəlib, onlar əsasən o ilahi tanımağa aid kəlmələrdir, kəlmə, yəni o məqsəddə işlənib. İndi bir yerdə də biz görsək ki, mən ərəfə nəfsə fəqəd ərəfə rəbbəhdə deyir, kim özünü tanısa Allahını tanıyır. Bu ərəfə kəlməsi özü tanımaqda da işlənir, çünki onun da birbaşı Allaha tanımağa qayıdır. Və yaxud da ki, bu cürə deyək ki, bu elm var, zənni var, güman var, məlumat var, bir şeydən xəbərdar olmaqlıq var. Onun o ərəfə ilə işlənməsi bir tam başqa formadır. Məsələn, mən səni bildim, mən səni gördüm, amma sənə arif oldum ki, o kəlmənin özündən də görürsün. Məsələn, deyərlər, filan kəs alimdir, filan kəs bilicidir, filan kəs bacarıqdır, filan kəs imanlıdır, filan kəs təqvalıdır. Sən deyərlər, filan kəs arifdir, məsələn. Onu dahi o laf yüksək dərəcədə olanda. Arif kəlməsin adətən o adamda işlədirlər ki, o həqqə daha yaxın olur. Ondan sonra hətta deyədə bəzi mərtəbələr keçir, mərhələlər keçir ki, biz o mərhələləri keçməmişik, görməmişik, tanımırıq, bəlkə hələ heç tanımaq fikrində də deyirik. Mümkündür ki, özümüzü o arifdən də neyək ki, belə də təmənnamız bu olsun ki, gərək ariflər gəlsin bizdən, arada məhzərimizdən istifadə eləsin, geçsin ki, bəlkə bir məqam
məqama çatsınlar. Mümkündür lap insan nə ola? Bu iddiada da ola da, görsən adam da deyir, filan kəs bilmir. Aşağı sənə molla da deyən yoxdur, görsən, amma o, hələ məsələndə nə qədər adı var, sanı var bu cürə. Belə məsələlərdə. Amma əsli o ariflik ya ərəfə, bilməklik bir məlumata, bir tərəfə əlaqələnir ki, onun bir qeyblə əlaqəsi var, bir qeyri-adi bir yerlə əlaqəsi var. O insan özünü tanımaq da bunun adım, familiyasını bilməkdən söhbət getmir. Çəkim neçə kilodur, boynumun uzunluğu neçə kilodur, ayaqqabımı neçə razmer geyirəm, nə bilim, kostyumu neçə razmer geyirəm. Bunlar da hamısı irfandır, bunlar da hamısı tanımaqdır, bilmək mənasınadır. Amma o ayrı bilməkdir ki, mən ərəfə nəfsə özün. Belə deyək də, lap loru ki, elə mən özüm də başa düşdüm, siz də başa düşəsiniz, bir şeyin mahiyyətin, həqiqətini tanımaq. O mənada, hansı məqamdadır onu bilmək, ondan sonra necə deyərlər də, nəyə qadirdir onu bilmək, vücuda gəlməyi hansı formadadır, belə deyək, bu cürbəcür misallar. Belə, məsələn, başqa misala baxsaq, mən ərəfə Fatimətə həqqə mərifəti fəqət ədrəkə leylətəl qədr, məsələn, hədisimiz vardır. Kim xanım Zəhravanı tanısa, o həqqə mərifəti necə lazımdır tanısa. Orada da görürsünüz, ərəfə xanım Zəhranın barəsində işlənir, amma o yenə bir ucu gəlir, o qeybi, qeyri bir yerə bağlantı ilə çıxır ki, orada da məlum məsələdir ki, xanım Zəhranı tanımaq, adım familiyasının kimin qızıdır, kimin həyat yoldaşıdır, kimin anasıdır, ondan getmir. O məqamı tanımaqlıqdan gedir. O, məsələn, də o varlıq nəyə qadirdir, o varlıq necə varlıqdır, o varlıq əlbəttə nəinki bu cəhətdən ki, insandır, gözü var, qaşı var, ondan sonra çörək yer, çay içir, yatır, durur, o da deyir, başqa bir məsələ. Lap belə də, necə deyək, lap sadə dildə desək, bu varlıq Allah qarşısında olan vəzifəsinə necə əməl elədi və o vəzifəni necə yerinə yetirdi və özünü Allah qarşısında necə görür, necə hiss edir. Bu cürədə mən də namaz qılıram, o da namaz qılır, mən də dua eləyirəm, o da dua eləyir. Mən də məsələn fərz eləyək, Allahla rabitəm var bir növ, hamımızın rabitəsi var da, bu onun da nədir? Rabitəsi var. Ki, görək fərqləri nədədir? Ya fərqi varmı, ya yoxmu? Ola bilər bəzən adam deyə ki, mən də elə o filan kəs kimi molluyam məsələn, mən də o filan kəs kimi həkiməm, bayaq dedim. Amma həqiqəti bu cür olmuyor. Bizim də Allahla əlaqəmiz var, bizim də Allahla rabitəmiz var. Hətta bir nəfərin Allahı tanımasa da onun da Allahla bir növ rabitəsi var ki, o özünün xəbəri yoxdur. Çünki bu varlığın, enerjisin, gücün, qüvvəsin hamısı nədir? Allahdan alır. Düzdür, o lampiska bilmir, ona işıq Mingəçevirdən gəlir, ya məsələn Qazaxıstandan gəlir, amma görsən, yanmağın yanır. O bilsə də bilməsə də onun bir mərkəzlə nəyi vardır? Əlaqəsi vardır, rabitəsi vardır. İndi mən Allahı tanısam da, tanımasam da mənim Allahla rabitəm, əlaqəm var. Amma görək o bəzi insanlarda doğrudan mənim kimidir bu rabitə, əlaqə, yoxsa onlarda başqa formadır. Allahla dostluğu, Allahla necə deyərlər də, bəndə və rəblik münasibətləri bunda nə formadadır? Onu tanımaqdır və vəzifəsinə də nəticə etibarilə gəldi. Təbiidir ki, onlar insanın vəzifəsinə əməl eləməkdə təsir qoyar, o vəzifəsinə necə əməl elədi və yaxud birinin vəzifəsinə əməl eləməyi onun Allahla rabitəsinin necə olmağında, əgər riyakar olmasa, tapmaq olar, bilmək olar. Məsələn, bu adam bu cürə ki, namaz qılır, bunun Allahla rabitəsi nə dərəcədədir? Dəqiq də olmasa, təqribəni nə eləmək olar? Bunun halalla, haramla münasibəti necədir? Bunu məsələn də görək, fərz eləyə, biləndə ki, bu şey ki, mən yemişəm, bu haramdır, görək, bu nə dərəcədə bunda təsir qoyur? Birinə bir istəkan su verəsən, ondan içəndən sonra deyəsən ki, ona bir dənə öldürücü zəhər qatmışam, yarım saatdan sonra nə edəcək? Səni öldürəcək. 5-6 dənə də kitab götürəsən üst-üstə, deyəsən bu da Qurandır, əli də qoyasan üstünə, and içəsən ki, bu Quran haqqı. Hələ and içməsində onu inandırasan ki, bu nədir? Zəhərdir, verdim sənə, yarım saata, 10 dəqiqə, 5 dəqiqə səni öldürəcək. Məlum, nə hala düşəcək o adam, nə sifətə düşəcək adam, onun nə günə qalacaq o adam da, məlumdur, təbiidir. Sizi deyən mənə, mən ki, elə ölməsəm də ölməkdən betər olacam. Amma indi görək ki,
Götürdün mənə sən bir stəkan su verdin, suyu içəndən sonra sən mənə dedin ki, bu su haram su idi, birindən oğurlamışdım, əslən heç halallığını da almaq mümkün deyil. O zəhərin genə bir müalicəsi var, əgər həkimlərə çatdıra bilsin, çatsa, yerinə düşsə, bunun ki, heç də ölüb, yəsi də yoxdur, belə də bilmirik. Gərək indi imamı tapaq, ya bir fəqih tapaq, vilayətindən istifadə eləsin ki, sənə bir icazə versin, ya bir yola göstərsin sənə ki, hətta sənin onun hesabına cəhənnəmdə əzabını da buradan həll eləyə bilsin, onun əsəri vəzisi ki var ha, səndə təsir qoyacaq, onu da heç kim daha götürə bilməyəcək. Görə bu iki dənə su içəndə insan hansı dərəcədə narahatçılıq keçirdəcək. Bilmirəm, cümlə deyəsən çox uzun oldu, çatdıra bildim, çatdıra bilmədim. Ki bu suyu ki içdin, dedin zəhərdir, bu suyu ki içdin, dedin haramdır, bu iki dənə xəbəri eşidəndə o tərəfə bunu hansı formadan eləyəcək? Təsir qoyacaq. Görə bu adam nə olacaq? Qızaracaq, saralacaq, tərləyəcək, həyəcana, ürəyi döyünəcək, nə eləyəcək? Belə də, amma adətən insanlar, adi insanları, mənim kimi insanları götürəndə görürsən ki, o zəhərdə daha çox təşvişə düşəcək nəinki ona və başlayacaq özündən bu birisinə dəlil də düzəltmə. Hər şey zəhər öldürür, amma bu öldürmür ki, bunu tövbə elərəm, 2 rəkət artıq namaz da qılaram, bir həftə artıq oruc da tutaram, 1-2 gün orucun qabağına gedirəm, 1-2 gün bayramdan sonra tutaram, tanı olar, əvəzi çıxar. Bu cürə nə edəcək? Özü üçün bir proqram da quracaq. O, daxildən hətta mümkündür buna gələn siqnal ki, sən səhv elədin, belə olacaq, filan olacaq. Onu da bir növlə neynəsin, sakitləşdirsin, qarşısını alsın. Amma əsl həqiqətdə o cürə deyir. Əsl həqiqətdə o cürə deyir. O, bizim rivayətlərdə, hədislərdə, ondan sonra hətta bəzi ayələrin zahirindən də bu çıxır ki, o günah öldürücü zəhərdən daha nədir? Təhlükəlidir. Günah öldürücü zəhərdən daha təsirlidir və təhlükəlidir. İndi belə çıxır ki, biz zəhəri içəndə o qədər narahat olmamalıyıq, amma bir şeyin haramlığın yiyəndən, içəndən sonra bilsək, gərək neyək? O dərəcədə narahatçılıq keçirdək. Bu həqiqəti bu cür olsa, insan özündə tanıyar, Allahını da tanıyar, bəzi məqamlara da yetişər və bəzilərində elə bilər, əlindən tutub aparı bir yerə, bir məqama çatdırsın da, belə də aparsın özü düz çatdırsın. Əldən tutan böyünləri çoxdur, dəvət eləyən də çoxdur, məqam göstərən də çoxdur. Özdə hamı göstərdiyi məqamı elə bəzəyib, elə yaraşığa salıb ki, deyirsən nədir? Həzrət Musa deyirdi ki, Allah sizə vədə verib. Deyirlər nə vaxtda? Deyirdi yaşayacaq, ondan sonra öləcək, ondan sonra hesab kitab olacaq, sonra qiyamət olacaq, sonra təzədən hesab kitab olacaq, ondan sonra kim behişdə, kim cəhənnəmə. Musa gedib özün görübsən, yox, orada yaşayıbsən, yox, qeydiyyatın var, yox, pasport veriblərsən oradan, yox, gəlib sənə deyən var, yox. Bunların heç biri yox idi ki, Musa imanı ilə bunu bilir də. Bunlar ki, hissi soruşurdular, o birisi yox idi. Samiri də bu yanda bəzilərinin dediyinə görə bir dənə bağ tikdirmişdi, qəşəng su çəkmişdi, ondan sonra ağac düzəltmişdi, işıq asmışdı, ondan sonra nə bilim, nə inirdi, biraz palmalı gətirmişdi Afrikadan, biraz nə bilim, hardan Eldar Şamı gətirmişdi, nə, belə bir şey düzəltdirmişdi, biraz torpaq döküb piramida düzəltdirmişdi, deyirdi, bu mənim beyişdim. Gəlin görün, Misir istəyir, çətin yer, ondan sonra qumlu yer, kölgə olmayan yer. Bu bədbəxtə buradan bura girəndə baxırdı, görürdü, vay da da vay, elə düz deyirdi. Ona görə deyirdi ki, Musa, sənin o Nisiyə behişdimdəndirsə, Samirinin nə idi? Bu nağd behişdi, daha sərfəlidir. Su deyirsən, bu cənnatın təcrimin təhtələni har deyir də, behişd altından da arx axır da, su axır. Bu bunun behişdi, bu bunun altının arxı, bu bunun sərinliyi, da nə istəsin. Özdə bu nağd səninki nə? Nisiyə. Bu cürə vədələr verən çoxdur dünyada. Bu günləri elə adamlar var, beş düzəldiblər özləri üçün. Adam az qalır Samirinin dədəsinə neynəsin? Rəhmət oxusun. La Fironun dədəsinə rəhmət oxusun. Desin, əhsən sənə Fironun nənəsi ki, buna belənci uşağa süt veribsən ki, neynəyib? Bu boyda qüdrəti ilə, bu boyda əzəməti ilə, bu boyda Fironluğu ilə, padişahlığı ilə bu gəlib neynəmişdi? Belə bir şeylər görmüşdü. Bundan artığını eləməmişdi. Amma bu gəlin, məsələn, Firon olsa, padişah olsa gör nə eləyər, nə dərəcələr çatar və nə işlər görər. Nəsə, hələ onunla işimiz yoxdur, o ayrı bir mövzudur, ayrı bir bəhsdir. Hər halda
Hər halda bu dəvət eləyənlər çoxdur, çağıranlar çoxdur, amma insanlar yaxşı düşünsə, yaxşı başa düşsə, həqiqətə ona baxsalar ki, o bəsirət gözü ilə baxmaq ki, bu mənada deyir ki, tək sən imanı, yaxşılığı görəsən, o bəsirət gözü, həqiqət qəlbi, o əks tərəfi də insan nə edə bilir? Görə bilir onunla. Məsələn, ki, Əli əleyhissalam deyir ki, la yudrikuhul uyunu bi müşahidətil eyləm və lakin tudrikuhul qulubu bi həqaiqil iman. Allahı bu gözlərin müşahidəsi ilə görə bilməzsən, lakin o həqiqi qəlblər imanla onu dərk edə bilər. Həqiqi qəlblər necə yaxşılıq, necə ilahiyyat, necə bir məqam, necə bir qeybi aləmin, necə deyərlər, gözəllici, üstünlüci dərk olunur. Eyni hallan pisin də pisliyi də o cürə dərk oluna bilər. Sən dəfələrlə eşitmişsiniz, İmam Sadiq əleyhissalama deyirlər, niyə günah eləmişsiniz? Deyir, bəs siz niyə nəcis yemirsiniz? Siz niyə nəcis yemirsiniz? Biz nəcisin pisligini dərk eləmişik, amma günahın pisligini nə eləməmişik? Dərk eləməmişik. Həzrətin nəzərində günah nəcisdən dəfələrlə nədir? Pisdir, çirkindir, xəbisdir, xəbasəti var. Elə, amma biz onu dərk eləməmişik. Bu birisini nə eləmişik? Dərk eləmişik. İmam Sadiq əleyhissalam da o günahın ondan da pis olmağın imanı ilə nə eləmişdi? Dərk eləmişdi, imanı ilə başa düşmüşdü. Bəs insan o məqama yetişəndən sonra necə yaxşılıqları imanı ilə dərk eləyir, pislikləri də elə nə eləyəcək? Görəcək və o pisliklərdən də nə eləyəcək? Çəkiləcək. Sadəcə olaraq ki, biz ora çata bilmirik və bu məsələlərin əksəriyyətini nə edirik? Özümüz bir həddidə ölçürük, bir çərçivədə ölçürük, bir yerdə xülasə eləmişik, istər vəzifəmizi, istər nə bilim əməlimizi, istər dünyamızı, istər axirətimizi. O məqamda olanları da hətta bəzən olur ki, nə olur? Biz onu hətta dərk eləyənlərin özünə irad edirik. Niyə görə deyirlər məsum 14 məsuma ədalətin qurbanları? Elə deyirlər də, bütün o kitabın adı ki vardı, ədalətin qurbanları, sonra da qadağan elədilər onu dinin əleyhinə işləyən komitə o vaxt. Nə oldu? Onu 14 məsumun barəsində yazılmış da. O ad o kitaba elə o müəllifin fikrinə gəlib qoyulmamış. O rivayətlərdə var, hədislərdə var ki, bunlar nədir? Hamısı ədalətinin qurbanı olacaqlar. İnsanlar o məqama çatmırlar, o məqama çatanları öldürürdülər. O məqama çatmırlar, o məqama çatanları ləkələyirdilər. İnsanlar o işi görə bilmirdilər ki, görənlərə də nə edirdilər? Qulp qoyurdular, bir irad çıxardılar. Hətta insan bu bəzən sözlə olar, bəzən əməllə olar, bəzən hətta işarə ilə olar, bəzən hətta sükutla da ola bilər. Bir tərəfin yaxşının pislənməyin, elə sən sükutuna da nə edə bilərsən? Pisləyə bilərsən. O cürə deyir ki, sən qiyamətdə deyəsən ki, onu pisləyirdilər, mən danışmadım ki, bir söz demədim ki, mənim danışmamağım da nədir? Onu pisləməyim deyir ki, yox, sənin danışmamağın mümkündür orada nə olsun? Elə onu pisləmək mənasını olsun. Hər halda işimiz yoxdur. Çağıran çox, dəvət eləyən çox, yol göstərən yox, çox, amma o həqiqətə çağıran, həqiqətə dəvət eləyən, həqiqəti göstərənlərin də ardıcan gedənlər nə? Az. Və gündəlik deyilən nədir? Elə bir ki, geri gedir. Hələ qabağa getmədə də bir məsələ görükmür ki, bu məsələlər nə olsun? Qabağa getsin, qarşıya getsin, artım olsun. Biz elə keçən dəfələrdə də dəfələrlə ərz eləmişik də yerimizdə sayırıq hələ. Elə 5 nəfəri bəzən 4 oluruq, hələ heç 6 olmuruq. 5 rəkətli bəzən 4 olur, heç 6 olmur. Biz bir dəfə sübh namazından yarım saat qabaq durub sübh namazına hazırlaşmadıq. Elə tez durduq, namazı vaxtında qıldıq, bəzən də nə elədik? Qəzaya verdik, ya gec qıldıq. Bunlar inkişaf demək deyir. Bunlar bir məqama çatmaq deyir. Bu insan özün hətta ərəfə nəfsə ki, Allaha mərifət insanın öz nəfsinin içindən keçir gedir. Hələ o nəfsin içərisində, o nəfsin özündə nədir? İnsan elə bilir ki, məsələn, ümumi qanunla bəzən deyirlər, məsələn, insan 8 saat yatmalıdır, bəzən deyirlər 6 saat yatmalıdır. Mən 20 il bundan qabaq əsgərlikdə olmuşam. Bilmirəm, biz 8 saat yatırdıq, 6 saat yatırdıq, qanunla nə qədər də ancaq elə alt boy padiyomu bilirdik, nə vaxt olur. Hər halda bunu, amma o cürə də deyir ki, elə doğrudan da insan 8 saat yatmasa, insan yaşayamaz. Adam var gündə 2 saat yatar, adam var gündə 3 saat yatar, adam var 4 saat yatar. Ay belə də Ayətullah Meşkini rəhmətli deyirdi ki, kim gündə 3 dəfə çörək yesə, gərək onu aparıb tövləyə bağlayasan. O rəhmətli deyirdi, ha.
Özü də bunu demirdi 3 dəfə çörək yeyənləri pisləsinlər. O özü ki, özündən misal gətirirdi. Özü də çox böyük əxlaqa malik bir dənə təqvalı insandır. Dedi, mən həmişə deyirdim ki, gündə 2-3 dəfə çörək yesə, aparıb gərək onu tövləyə bağlayasam. Mənə həkimlər vacib eləyib ki, 4 dəfə çörək yeyəm. Daha indi bilmirəm mən necə olacam. Mənə hökmən deyiblər ki, gündə 4 dəfə çörək ye. Bu cürədir. Biz elə belə ölçürük. Məsələn, belə də məsələn də başım gicəlləndi nəmlə. Biz məsələn qışdan yaya keçəndə, yaydan qışa keçəndə fəsillər, bu il gedənmədik gəzməyə, aynən istirahət eləmədik, durum çıxın bir gəzinti eləyim, durum çıxın məsələn fərz eləyək, gedin bir başımın havası dəysin, nə qədimkilərin nə bulvarı vardı, nə gəzintisi vardı. Dincəlməyi nə idi? Bu kitabı yazmağı qoyardılar, o birisi kitabı götürüb oxuyardılar. Elə mən sizdən danışmıram, mollalardan danışıram. O kitabın oxumağından yorulanda nə inərdilər? Bu bir kitabdır. Hətta mənim ustadımız Molla bəylər rəhmətliyi gördüm ki, Quran oxuyurdu, sonra açdı bu yandan oxudu. Gördüm, elə niyə? Dedi, gözüm ağrıdı, biraz yoruldum. Bəqərədən oxuyurdu, açdı bu yandan, məsələn, başladı Yasirdən oxumağa, Yər-Rəhmandan oxumağa. Hətta Quranın əvvəlinlə bir 5 səhifə bu yandan, 5 səhifə bu yanı oxumağı tənəvvü hesab edirdilər. Bir növ dəyik, gəzinti hesab edirdilər də. Elə bil bu getdi 2 saat, haradasa istirahət elədi, 2 gün haradasa nə elədi? İstirahət elədi, gəldi. Hətta mən qədimdə ustadlardan gördüm, elə o rəhmətli bəylərəmdən də gördüm. Bunlar yorulan deyiləyəndə, biraz istirahət eləmək istəyəndə oruç tuturdular. Biz orucluq çıxan kimi nə edirik? Elə yekə çuval götürürük bazarlığa getməyə ki, özdə orucluğun birinci günü o eşqlə yaşayırıq ki, bayram günü nə edəcək? Abed eləyəcək. Amma kişilər nə edirdilər? Kişilər belə eləyirdilər, yorulanda, bezəndə, narahat olanda, ondan sonra bir psixoloji problemləri olanda, dünya bunları sıxanda gedib nə edirdilər? Oruç tuturlar. Bunun mənası deyir, oruç tutum ki, Allahdan nəsə sıxıntımı alım. O deyirdi. Mən o sıxıntıma səbəb olan. Məsələn də fərz eləyək, bu maddi cəhət sıxmırdı bunları ki, oruç tutsunlar, gecə namazına dursunlar ki, neynəsinlər? O gecə namazı ilə, ya orucla o sıxıntını rəf eləsinlər. Sadəcə elə o vəziyyətdən çıxmaq ki, ruhi cəhətdən ki, məndə təsir qoymasın, bu şey mənim imanımda təsir qoymasın, əqidəmdə təsir qoymasın. Belə yorulmuşam da, burada 30 dərəcə isti, belə küçəyə də çıxmalıdır, yorulmuşam, sərin yer axtarıram, neyim? Məsələn, mən maşını minib gedirəm sərin yerə, bu da gedirdi, oruç tuturdu. Rəhmətlinin oğlu, 30 dərəcə isti, filan, bəsməkan, nəmlə, bu, bunun nəyiz, bu biraz, yox, onlar onu istirahət. Niyə özlərini o cürə öyrəşdirmişlər? Bədəni o cürə tərbiyə eləmişdilər, yolu o cürə tutmuşlar. Bura yazıb qoymamışlar ki, yaz gələndə isti 20 dərəcəyə çıxan kimi mən gərək bir səyahət eləyəm. Bura yazıb qoymuşlar ki, isti də olsa, soyuq da olsa, mən gərək elə Allaha ibadət eləyəm. Elə deyir, ilahi rizəmbi qəzaik da elə odur. Ki, məsələn, o deyirlər, İmam Hüseyin əleyhissalam qalu bəlada söz vermişdi, bu məsələni qəbul eləmişdir, eləmişdi. Hələ işimiz yoxdur məsələnin cüz'iyyatının, orada bunu qəbul eləmişdi ki, mən gedəcəm, bu cür eləyəcəm. Ona görə də rizəmbi qəzaik deyəndə elə ona rizən deyirdi, ona razıyam. Allah sən mənə təzə bir şey eləməmsən ki, bizim nəyə təəccüblü deyirdi. İmam Hüseyin əleyhissalam ki, Ömərin oğluna deyir, dəfələrlə eşitmişsiniz bunu ki 70 dənə, ya 70 min dənə, ya 70 min dənə Peyğəmbər o 2 saatin içərisində öldürdülər. Getdilər, oturdular bazarlarında, rahat da al-verirlərini elədilər. Bunu Ömərin oğluna danışanda İmam Hüseyin əleyhissalam elə belə danışır. Belə. Düzdür o təəccübə gəlirdi, amma bu normal danışırdı. Niyə? Çünki bunun hamısını bu görmüşdü, qəbul eləmişdi, bilirdi. Kərbələdəki, baxın görün biz Kərbəlanın adı gələndə hələ mömin var, mən görmüşəm, məsələn, o səhnənin bəzisini danışında 2 əlli başına vurur. Siz də görmüşsünüz dəfələrlə. Niyə 2 əlli başına vurur? O hadisənin insandan baş verməyinə, o İmam Hüseyinə bəlkə də olunan zülmə başına vurmur. Bu şeyin insandan baş verməyinə, bu çirkinliyin insandan baş verməyinə təəccübündən ixtiyarsız başına vurur. Amma görürsünüz ki, Kərbəla və Kərbəladakılar heç nə təəccüb eləmirdilər, heç də narahat deyirlər. Heç eşitmişsiniz, məsələn, Kərbəlada İmam Hüseyin ki, mümkün deyir, kimsə deyir, heç biz belə gözləmirdik, bu Yezid məlun belə eləsin. Bəlkə Kim Həbib dedi, bəlkə Müslüm dedi, bəlkə xanım Zeynəb dedi, bəlkə məsələn Rübab dedi, bəlkə kim dedi, bəlkə o qara zənci dedi. Bəlkə oğlunun başını götürüb düşmənin başına vurub cəhənnəmə vasil eləyən arvad dedi bunu ki, biz bilmirdik ki, Kərbəlada belə olacaq.
Pəs elə bil, bunlar elə bu səhnənin hamısını gözləri ilə görünmüşlər, hamısını müşahidə eləmişlər və özlərin təmrin eləyiblər buna, çalışıblar, məşq eləyiblər ki, sabah nə edəcək? Biz meydana, müsabiqə meydanına çıxacaq və nəticədə gələcək, qalib gələcək bu formada. Güya belə görəcək. Güya bunlar məsələn idman. Yox, bu cürə deyir bu. Bunlar elə görüblər bunu, biliblər, amma imanları ilə qəbul eləyiblər. Və bura yazıblar ki, burada Allahın razılığı var, burada Allahın istəyi var, ancaq elə bunun üstündə mən proqramımı kökləməliyəm. Başqa mənim nədir? Variantım yoxdur. Səfərə çıxım, oruc açım, məsələn, nə olsun, nə tər olsun, ya gedim 5 ay hardasa qalım, orada orucluğa düşsün, sərinlik olsun. Bunlar hamısı mübah məsələlər də, heç problem yoxdur. Adam sərinlikdə, məsələn, çıxa gedə bir yerdə qala, məsələn, fərz eləyək orada oruc tutab, məsələn, biraz rahat keçir də, bu müsəlmana, möminə haram deyir. Bunun hamısı mömin üçündür. Sadəcə bu məlunlar bizim əlimizdən alıb, ayda bir, ildə bir dəfə, o da 2 günlü olur, görürsən gəlir bizim payımıza düşür, yoxsa elə bu bizimdir, bu möminlərindir, Allah ona görə yaradıb. Allah deməyib, ibadət eləyənlər olmasa göy dəmir eləyəcəm, yeri də qurquşun, nə göydən bir damcı yerə yaş gəlməyəcək, nə də yerdən bir dənə göyərti çıxmayacaq. Ancaq nəyin hesabına belə eləməmişəm? O ibadət dilsiz körpələr, heyvanlardır, körpə uşaqlardır, o ibadət eləyən, rükuda olan cavanlardır, bir də o təsbih deyən qocalardır. Qocaların təsbih deməyi də domino ilə əvəz olub, şahmatla əvəz olub, tinlərdə oturmaqdan. Belə o qocalar ki, Allah rəhmət eləsin onları, onlar getdilər. İndi cavanların da orası ilə, şimdi bir dəstə qoca var, bir dəstə cavan var, bir dəstə məsələn də bu cürə, bir dəstə uşaqlar var, körpədir, beşikdə, süd yeyirlər, nə bilim, malış yeyirlər, neyirlər, yetişdirilir bu yolun, elə bil, yolcusu olmağa, yetişdirilir. Amma gərək yetişdirənlər çox ehtiyatlı olsunlar da, serialın qabağında südü verməsin ona, kinonun qabağında südü verməsin ona, o musiqinin altında gərək ona neynəməsin, yemək verməsin. Əslən, uzaq olsun, uzaq. Mən bir dənə dərman verim, mənə həkim deyir ki, telefonu olan otaqda qoymacın ona. Niyə? Telefonda şua var, o dərmana təsir eləyəcək, o dərman nə olacaq? Təsirdən düşəcək. Onu o yerə qoy ki, orada telefon olmur. Baxın, bu dərəcədə, bu dərmanda, özü dərmanın dərmanlığından əlavə əks tərəfinə, öz düşməninə əks təsir eləmək qüdrəti də var. Hələ elə hər şeydən təsir qəbul eləmir. Bu körpə uşaqdır. Biri götürür qucağına, biraz yumşaq danışdırır, görsən, xoşu gəlir ondan. Biri hırıldaya danışır ondan, görsən, gülür. Biri bir balaca acıqla danışır ondan, uşaq görsən, dodağın büzdü, başladı ağlamağa. Bu dərəcədə nəcim bir məxluqdur ki, bu dəqiqə hər şeydən təsir qoyur. Sən də onu gətirəsən, qoyasan bir dənə serialın qabağına, orada onu yedizdirəsən, içizdirəsən, həm ona neyəsən, yemək verəsən, həm də seriala baxasan, andola Allaha onda təsir qoyacaq. Sən ondan gözləmə, gələ bir yerə çıxa ki, gedə sinəsini aça İmam Hüseynin qabağında, mənim rəngimin qaralığına görə məni layiq bilmirsən bu dəstəyə, ya bədənimin iyinə görə. O elə bəhanə axtaracaq ki, gedim 2 ildə hələ seriala baxım, şəhadət də qabaqdadır da, hələ məktəb də var, İmam Hüseyin də var, elə büyün hamı lazım deyir ki, din yolunda şəhid olsunlar, ya elə ibadət eləsinlər, yəni bu təsirin qoyacaq 100% və qoyur da. İndi bunu deməkdə odur ki, o dəstələr var, əlhəmdülillah, yerinə də gəlir. İndi o uşağı ki, ana hazırlayır, gərək o məsələlərdən ehtiyatlı olsun, o məsələlərdən gözləsin özün və uşağını. Özünə də yazığı gəlməsə, uşağına yazığı gəlsin. Qədim nənələr laylay çalardılar uşağa, indi laylay yoxdur. Harada laylay var? Qədimkilər deyirlər, laylay, la ilahə illallahdan da götürüb laylay eləyiblər. Qədim arvadlar elə deyirdi. İndi Nəhvdən oxumuşlar, Əvamildən oxumuşlar, Hidayədən oxumuşlar, hardan oxumuşlar deyəmirəm, elə idi. Hətta onun həqiqəti də o cür olmasa, bunlar təlqini bu cür eləmişlər. Və o niyyətlə də deyirlər ki, əl-əmalu bin niyyət, onun elə bir la ilahə illallah təsiri var idi. Yəni, insan elə bir şeyi bir formada qursa, əsr dinlə, həqiqətlə, əqidə ilə zidd olmasa, bidət olmasa, onun elə bir nəyi olar? Xeyri olar, bir müsbət təsiri olar. Elə o niyyətlə onu neyinirdi bu? İndi mən durub məscidə gəlirəm, gəldim, çaşdım küsəni, getdim o yana, mənim qədəmimə getdim, çıxdım, məsələn, bulvara. Allah mənim qədəmimə savab verməyəcək, verəcək, mənim qəsdim məscidə gəlmək idi, əməlim də o idi. Çaşdım da, svetoforu belə fırlayıblar, mən getdim, çıxdım ora məsələn.
İndi bunun qəsdi la ilahe illallah deməkdir, amma onu la ilahe kəlməsinə deyir. Yoxdur da la ilahe illallahın. Məsələn də belə də bizim hədisdə biri asqıranda yərhəmükəllahdır da elə deyir. İndi Azərbaycan dilində onu sağlam oldu. Düzdür, Azərbaycanda sağlam oldu, sağlam oldu. Allah kəlməsi yoxdur axı. Bu Duzlarovada Allah kəlməsi yoxdur axı. Elə deyir. Biz gərək onu eləyəndə, məsələn, hətta bəzən biz bəzi alverimizdə, nikahımızda qeyri-ərəbi siğələr ki, cari eləyirik ki, hətta orada da icazə verənlər deyir, gərək birbaşa ərəbisinin nəyi çıxsın oradan? Tərcüməsi və mənası çıxsın. Həm tərcümə söz olsun, həm də məfhum onu yetişdirsin. İndi burada da sən sağlam ol deyəndə heç olmasa Allah rəhm elə, Allah salamat eləsin, filan bəsməkən bu sözlərdən işlət də tanrı olsun, təsirli olsun. İndi fərz eləyək ki, biz oturmuşuq haram məclisdə, başdan ayağa fəsad, yerdən fəsad, göydən fəsad, sağdan fəsad, soldan fəsad, hamısı fəsad. Biri də asxırır, mən də ona deyirəm, laf deyirəm, yərhəmükəllah. Elə, laf elə cəm bağlayıram sözü, deyirəm, yərhəmukumullah məsələn, onun orada bir faydası yoxdur ki. Mən bu musiqinin qabağında, bu serialın qabağında, bu fəsadın qabağında bu uşağa la ilahə illallah deyim, la ilahe deyim, ondan sonra nə deyim, nə deyim. Bir məclis ki, bir uşaq ki, onun ad günüdür, onun süfrəsində axı, bilmirəm, ad günün bu biri qızın ərə verirdi. Gəldi bizə kəbin kəstirməyə, bir neçə bir qırılmış qəbrəstanlıq molla oturmuşduq, yekəsi də vardı, balacası da. Gəldilər iki quda orada kəbin kəstirməyə. Mehriyə nə? Bu kişi bir dənə mehriyə dedi, heç belə də indiyə qədər bəlkə də ərə gedən qızların hamısının mehriyəsini yıxsaydın, onun zahiri qədər olmazdı, yarısı qədər olmazdı. Belə hamı təəccüb elədi, bu dəli olub, başına xarab, hava gəlib, nəmli olub. Elə hələ bir şey fikirləşirdi. Mən də biraz dili qurtlamış o qədim arvadlar demişkən, dilim acıdır belə. Dedim ki, deyəsən, axsaqqal, vəziyyət yaxşı deyir. Dedi, nəmət dedim, elə istəyirsən bütün məsələlərin hamısını bu qızın mehriyəsini həll eləyəsin. Dedi, çatmadı. Dedim, mehriyəni özüvə istəyirsən ya qıza? Dedi, mənə də çatmadı. Dedim, vallahi onda sən get, biraz bir dəfə rastlaşarıq inşallah, neynərik? Kəbini oxuyarıq. Hələ toyada da bir xeylaq qalırdı. Bu getdi, bir xeylaqdan sonra gəldi elə mehriyə elə həmin şey dedi. Mən də tez oxudum. Bu birisi qudası dalda da bundan danışmışdıq, dedi, nöş tez oxudum, dedim, evi Allah yıxsın, biraz da üstünə qoysaydı, neynəyəcəkdik? Elə, nədir? Elə hələ artırmayıb bu müddətdə, mən dedim, başa düşər. Bu ki, başa düşməyib heç, hələ Allaha şükür elə nədir, artırmayıb. İndi bilmirsən, mehriyəni özünə istəyir, ya qıza istəyir. Bu da ad günü keçirdir. Bilmirsən, özünə ad günü keçirdir, yoxsa uşağa ad günü keçirdir. Əgər uşağa ad günü keçirsənsə, o stolun üstündə araq nə üçündür, çaxır nə üçündür, ondan sonra nə bilim, o haram şeylər nə üçündür. Çünki uşaq içməyəcək ki, ondan, elə deyir. Uşaq onların heç birindən içməyəcək. Əgər uşağın ad günü keçirsən, o nə üçündür? Yox, özün qarnını otarmaq istəyirsən, uşağın öş gətiribsən. Heç olmasa qoy geçsin. Axı, qədim belə deyirdi. Qədim heç vaxt içki içmək, heç bir halda düzgün deyir, mərifəti də yoxdur, nəyi də yoxdur, ondan sonra heç nəyi də yoxdur, icazəsi də yoxdur, şərən də haramdır. Amma hətta qədimdə yaşlılar bilir də, indi yaşlı deyəndə burada bir iki nəfər cavan olar da, siz elə bilirsiniz, elə hamımız cavan o, hamımız yaşlıyıq, biz yalandan özümüzə deyirik cavan ol. Görənlər, amma biraz çox yaşayanlar bilirlər də, bu günahı eləyənlərin də özlərinin bir mərifətləri, bir qanunları, bir çərçivələri vardı. Mənim 17 yaşım var idi, mənə kətdə molla deyirlər. Bir yerə getmişdik, heç mən orada tanımırdım. Oradan keçəndə gördük orada həyətdə, mən belə qırğın qiyamət düşdü, içərdən biri qışqırır, qoyma bura görə, qoyma görə, gedin falan yerə gəlir görə, biz də bir iş dalayacaq. Öyle bizi həyətdən qovan, sonra mənə biri yaxınlaşdı, dedi ki, falan kəs, molla deyirlər də, molla, çox narahat olma, onlar biraz şuluq iş görürdülər orada, adın da deməyə şey eləyirdi ha, adın da deməyə utanırdılar, həya eləyirdilər, ona görə istəmədilər sən gəlib girəsən ora. Ona görə istəmədilər ki, o cəhətdən həya elədilər. Onlardan əksəriyyəti elə tövbə eləyiblər, namaz qılırlar, ibadət eləyirlər, Allahla aralarını düzəldiblər. Kötücündə nə var idi? Kötündə o biçkən həya var idi. Amma bu formaların heç birinə tövbə müvəffəq olmayacaq. Oğul məsələn dədə ilə içki içir, qaynata yezinə ilə nəmhara gedir, ata qardaşla
Çox gülməli yerə gedirlər. Salavat zikr edin. Salavatı ona görə dedi ki, gələn dəfə məscidə gəlsinlər də o cürə. Ya bunun kimi məsələlər, bu məsələn çimərliklərə ya da baxsız kimdir orada? Əgər hətta qardaş dədə olsa yenə bir sözdür, o da deyir. Nəsə hələ çox üzvana getməyək, hələ isti vaxtda biraz qalıb. Söz nədədir? Söz bundadır ki, bu nə özü üçün bunu eləmir, uşaq üçün eləyir. Amma istifadəsini özü eləyir, istifadəsini özü aparır. Bu işləri ki, bunlar görürlər, qədimdə bu işdən görənlər, bundan da profesionalları var idi, ustaları var idi. Amma bu cür eləmirdilər. Bir abur, həya, bir nə bilim, nə bir şeylər var idi ki, o gəlib bu yerə çıxmağın qarşısını alırdı. Amma bütün bu sərhədlər, necə deyirlər, çəpərlər, hasarlar, hamısı götürülür. Belə də əslən belə görürsən ki, oturublar maşında, 4 nəfər gedirlər, bir dənə də xod verirlər. Vallahi, billah, adam Qurana qulaq asanda, biri gəlib saxlayıb bir şey soruşanda tez onun xodunu alırsan ki, belə də adam biraz deyir ki, qoy Qurana qulaq asıram da ona niyə əziyyət versin? Amma qoyub ora güppultunun səsi dünyanın o tərəfinə gedir. 4-ü də 5-i də otururlar maşının içərisində. İndi bəzən qarışıq, bəzən də elə eyni cinsdən. Görsən elə oynaya gedirlər. Baxırsan svetofor, belə maşın, millət, ay balam. Qədimdə toyda oynardılar. Bu svetoforda oynamaq açandan mod düşdü. O bir dəfə biz gəzirdik bu yuxarıda bağda, gecə 5-6 dənə möminlə. Bir dənə qadın gəlib maşını saxlamışdı orada, vermişdi belə necə lazımdı xodu, özü də oynayırdı. Maşının içərisində. Oynayırdı tək belə. Dəli deyəcək hamıdan ağıllayan, bambılı deyəcək nəsil və nəsilindi. Ondan sonra elə-belə də. Hətta mən dedim ki, bu millətdir. Oradan bir iki nəfər ağsaqqalın acığı gəldi, mənə etiraz elədilər ki, onu millətin adına yazmayın. Bu Anuşun qızı deyir ki, gəlsin buraya erməninin. Bu Azərbaycan qızıdır da burada oturub orada. Elə deyir. Nə deyək buna? Biz qərarda onda bölək, yaxşılar bizim millətdəndir, pisdən bizim millətdəndir. Yox, bu əzanın hamısı mənimdir. Elə deyir. Hər halda bu Allah ki, bir dəstəyə görə verib indiyə qədər yemək, içmək, bu dünyanın havanı, bunlar da gərək hazırlansın da, dediyim kimi uşaq ana beşiyində gərək, amma o cürə deyir, başqa cürə hazırlansın. Onun təsiri var. Cavandır indi, rükudadır. Rükuda bu cürə elə olmayacaq. Bu rükunun da özünə bir forma tapmaq lazımdır. Əstağfurullah, təzə rüku tapmaq deyir. Mən elədiyim rükunu Allah istəyən rükunun səviyyəsinə. Axı, bir var Allah deyən, bir də var mən. Elə deyir. Bərkəy mərrakiyin, Allah Teala Həzrəti Məryəmə deyir Quranda, rükü eləyənlər kimi rükü elə. Görək nə deyirdi? Yəni o fiqhi məsələsi ki var, gərək yanasan, əllərin içi dizüvə çata, belin düz ola, boynu aşağı salsın, məkruhdur, belə düz saxlayasan filan. Bundan gedirdi söhbət. Vallahi yox, ola bilər adam rükü eləsin, heç belə də əli dizində də olmasın, boynu da bu yana dönsün. Amma əsas məsələ mərrakiyin deyəndə o rükü eləyənlər ki var, Allahın onların rükusundan xoşu gəlib. Milyardlar insan gündə elə bir 5 dəfə arada mən qorxuram, görsən elə bir bərtdən siqnal verir, diksinirəm, bir dənə sədəqə ayırdım orada. Elə o 2 dənə orada yer var da, yapon 2 yer qoyub ora, birin öz pulu yığmağa, birin sədəqə tökməkdən ötəri. Elə oradan götürüb o xırda puldan atıram orada. Bu demək də təhvil vermək deyir, deyəsiz dərəcədən çıxa. İstəyirəm bu mən verdiyim sədəqənin qiymətini deyəmsə ki, elə götür atırdı. Bir də onda baxıram, görürəm ki, da o kül qabı qalxıb. Ay balam, nə olub? Baxıb görürəm 2 ovuc sədəqə, xırda pul. Nə kitabda gəlib, nə rivayətdə gəlib, nə reklamda deyirlər, nə televizorda göstərirlər. Amma Həzrəti Əli bir dənə neynədi? Bir dənə üzük verməklə görürsünüz, neynədi? Allahın mələki gəldi göydə, mübarək dedi, ayəsini gətirdi. Hələ o dərəcədə əhəmiyyətli bir işdir. İnsanlar xəbasətindən bu gündə hələ istəyirlər o yana bu yana yazsınlar ki, o döyürdü. Onu deyirdim, o ədalətin qurbanı. Özü eləyə bilmir, eləyəni də bacarmır və yaxud heç eləmək fikrində deyir, eləyənlərə də bu cürə irad edir. Baxın, fərq edir. Rükû da bunun kimidir elə. Səcdə də onun kimidir. Gərək bu cavan da bax, onu anası qucağında becərdir ki, gətirsin cəmiyyətə təhvil versin. Allah istəyən bir dənə bəndə, hələ bu cürə deyil. Cavanı da qucağına götürən yoxdur.
Cavan özü öz qucağındadır. Özü gərək nəfsin alsın, özü də qucağına da yox, ovucunun içərisinə, geçsin qabağa. Qoca da ki, dayı, nə ondan da, nə o birisindən, da mənim kimilər, ya, nə, hələ buna, nədir? Uşaq kimidir, nə də cavan kimidir. Elə bu qalıb belə, o da baxsın, görsün Allahla neynəsin ki, vallahi və billahi ki, o qoca əlim bir dəfə elə saqqalına belə çəkəndə Allahın ərşi neynəsin, ərşindən elə rəhmət tökülsün yer üzünə, onun bir dənə o əlin saqqalına çəkməyin hesabına, ha. Bu gərək bizim cəmiyyətdə o cürə qoca yetişə. Da elə qocaldıqca biz özümüzü darıyırıq, tumarlayırıq, nəm ukladqa eləyirik, nə bilim, kalistoku belə vururuq, şalvarı belə ütülüyürük, nə bilim, qoy deməsinlər qocalıb, qoy deməsinlər bu qocadır, buna baxan yoxdur, nə bilim, nə. Vallahi qocalar var idi, şalvarının dizindən balağına qədər hamısı yamaq idi, amma and ola Allaha elə əlin saqqalına çəkməmiş, Allah onun hesabına göydən neynirdi? Rəhmədidir, ləhvun, ləybun, təfaxurun, təkasürün qutardı da bu. Allah deyir, bu dünyanın mərhələləri oyun oyuncaqdır, nə bilim belə də, ondan sonra nə bilim təfaxurdur, biraz elə şerlən, gəzd olan, nə bilim belə də, mən desinlər, bu filankəsin oğludur, nə bu bəyənsin məni, o bəyənsin, nə bilim də, bir ara deyəcəklər, hə da məktəbi qutardı, mənim barəmdə söhbət gedəcək, deyəcəklər, əskərliyə gedir, söhbət gedəcək, deyəcəklər, əskərlikdən gəlir, söhbət gedəcək, hə, evlənmək istəyirin, üstə gir, bunlar hamısı insanın nə idi? O mərhələlərdir ki, insanın həyatında lazım olan şeylərdir. Amma hamısı da insanın eyniyəndir, Allahdandır. O cavan ki, o enerjisində 18-20 yaşında, məsələn, o dərəcədə çalışır, nəyisə bir əldə eləsin, o enerjini o da olsun. Amma o enerjini sərf eləsə ki, Allahın yanında bir dənə nəsə alsın, o gör neçə dənə institutda bərabərdir. Axırda ki, nədir? İnstitutda oxudun, qutardın, evləndin də, uşaq da böyücütdün, neynədin? Keçən dəfə Hacıcı ilə danışırdım. Deyəsən, elə burada cümədə də dedim, ya yadımda deyir. Valla bir vaxt gəlirsən, hamı tumarı, ya maşallah, ama boylu buxunludur, ha gör necə, mərddir oğlan, məsələn, filandır, bir təzə, bu nəm gürcü gözəlidir, bu nəm nəhdir, bu nəm nədir, bu nəm Rüstəm biləklidir, təriflər gəlir, gedirsən bir yere, hamı qabağıva çıxır, filan kəs gəldi, bu gəlir nəm nədir, bu gəlir nəm nədir, sonra biraz keçəndən sonra bu deyir, mənim kürəkənimdir, bu deyir, nə bilim, yezinəmdir, bu deyir, nə bilim, qaynımdır, bu deyir, hey, bunların hamısı bir vaxtda insana hamısı qiymət gətirir. Aton yatıb sakit ol. Aton yanında qonaq var, girmə otağa. Uşaq da gəldi, salam verdi, filan elədi, bəs məkənədir. Və bundan nə qədər danışım ki, vaxt da qutarıb, çoxdur da, ürəyim də doludur, hədisdən də oxumadıq. Amma bir vaxt gəlir, görsən, bunlar yavaş-yavaş, hamısı neynir? 100 yaşağa. Hamısı səlb olur yavaş-yavaş. Yavaş-yavaş azalır. Ay kişi, nə xorul deyirsən, qoymursan yatmağa. Aydədə, axşam sökürdün, ha valla. Elə bil traktor işləyirdi. Amma bu bir vaxt var idi. Bunun xorultusu da özü bir növ iftixar idi. Ləzzət eləyirdi. Elə də o yetim əlində əcaib, qoğal əcaib görükər, axı onun kimi olar da. Bir vaxt, məsələn, deyirlər ki, məsələn də bir misalı var, yadımda deyir, qəşəng bir misaldır. Yadıma düşsə, gələn cümə deyərəm inşallah. Hə, bu belə olanda deyirlər, əla, belə olanda, varlıda olanda deyir, yaxşıdır, kasıbda olanda amma nədir? Deyirlər pisdir, məsələn, bu cürə. Bu bir vaxtlar nə qədər ki, pul qazanırdı, pul gətirirdi, filan idi, bəs məkan idi. Aton gəlir, sakit oldur, çay ver, nəmliyinə, filan ilə, bəs məkanə, nəmliyinə, sakit qonağı var, nəmlə. İndi gəlsən, qapını açanda, tez sənə deyirlər, qocalarından sonra, o otağa keçmə, uşaq orada dostları ilə oturub söhbət eləyir. Belə olur, olmur. Elə bir laf öz başıma gəlib. Hələ gəlməyib, mən o qocalıqda deyirəm. Amma heç kim də zamin deyir ki, gəlməsin. Hətta bunu övlad da sənə eləməsə, abru bilsən, özün elə belə eləyətsən. Laldınmaz, qapını açıqsan, gedətsən, nə bilim, dəstəmazal atsan, gəlib qapını bağlayıb oturatsan oradan. Qoy elə hamı öz işini görsün, dəstəmazını alsın, namazını qılsın, çörəyin yesin, çıxsın, geçsin. Hə, ortalıq boş qalanda mən də başlaram neynəməyə? Düşüb bir da həyatda bir hava. Budur dünya, ha? Bundan başqa, hələ bu cürə Allahuza şükür elin, ha? Çoxu ona da razıdır, deyir, hökumət zəhmət çəkib bu boyda ölkə. Xərc qoyub. Kim üçündür bu? Qocalar üçün. Büdcədən pır ayrılır. Sağ olsun belə hökuməti. Neyniyək? Apar qoy qocalar evinə.
Öyle Allah, arada da gedib yanına, arada bir gedib heç getmir ha. Bəlkə də Mərdəkanın quruğundan fırlanır, Qadir gəlir, qonşulara deyir getmişdim. Maşallah, maşallah. İstilici bizim evdən istəyir. Yaraşığı bizi, kravatları vallahi belə, döşəkləri belə. Bununla da başlayır neynəməyə? Belə. Və bu da dünya. Bundan artığın dünyadan gözləmin. Ya adam belə cavan ölsün, qutarsın, ya da başına bu işləri gətirəcək dünya. Amma baxır nə mövqeydəsən də. Bilirsiniz necədir? İnsan insana münasibətdə təmənnu ilə yaşayır. Bunu deyim, o elm hədisimiz qalsın. Bağladım, bu əlimdə çəkdim kitabdan, arxain olasınız. Bir təmənnu ilə yaşayır. Ki, mən bundan neyini? Bir xeyir götürüm. Bir yolun deyim də sizə. Mən qocalmamışam, bilmirəm qocalacam, qocalmayacam. Ona deyənmərəm. Bir salavat zikr edin qocalmağımıza görə. Allahümmə səlli ələ Muhammed və ali Muhammed. Bir qoca kişi vardı, bizim qonşu kətdədir. Rəhmətli, mən onu elə bu boydalığımdan tanıyandan namaz qılardı. Elə belə yaxşı namaz qılan idi, ibadət əhli idi, oruç tutardı filan bəsməkan. Bir dəfə gəldi, oturanda çox belə güclə oturdu da, belə bir 3 abaroda oturdu da, bir dəfə belə rüküyə gəldi, bir dəfə düz üstü oturdu, qocalıb da, o cürə deyir ki, yerdən elə tullana 5 metrəyə gəldi otura, belə bir ahızlar da elə, dedim, həm deyəsən qocalıbsan ha, dedi, bala qocalıq pis şeydə Allah sizə qismət eləməsin, dedim, onda cavan öləkdə deyirsən, dedi, valla elədir, elə olur da sizə qismət eləyən cavan öləsə. Bunun insanın ki, insanda təmənnası var ki, dünənə qədər niyə evdə bir nömrəli adam idin, səni hamıdan yuxarıda aslayırdılar da, bu bahalı qutqadı məsələn. Nə, dün gətirirdin, yedizdirirdin filan, bəs məkan vuran əlin vardı mı? Ona görə böyüklər deyər, evdə uşağa əl qaldırmın, ailəyə əl qaldırmın. Əlbəttə şərən də caiz deyir də, arvadı vurmağı bir yerdə Quran deyib, onu da İmam Sadiq əleyhissalam deyir ki, fırça ilə, rəhmətliyin oldu, elə onu vurmaram, adımı bir yaxşı saxlaram da, fırça ilə arvad vurur. Bir arvad ki da sözlə başa düşmür, fırça ilə başa düşəcək. Gənə məsələn bir lapatka sapı ilə, yaba sapı ilə, məsələn belə bir şey, o nəsə bir şey olardı belə. Bu ki, məsələn də qorxur vurmağından, döyməyindən, o qocalanda da gərək neyinəsən, özü bir formada gündəmdə saxlayasan. Gündəmdə saxlayasan özü. Bunlar sənə özləri neynəsinlər? Ehtiyaclı bilsinlər. Və əgər fikirləşsən ki, pılın yerin bunlara demə, o deyir. Açarı bunlara vermə kassanın, o deyir. Fikirləşsən ki, məsələn, çalış pensiya çıxanda bir 2000 pensiyon olsun, o da deyir. Çünki sən qocalanda bunların səndən o ehtiyacları o dərəcədə olmayacaq da, özləri pul da qazanacaq. Amma elə bir şey eləginən ki, bunlar sənə özlərin möhtac bilsinlər ki, o özlərində yoxdur. O da yeganə Allahla rabitə ola bilər, ondan başqa heç nə ola bilməz. İman ola bilər, ondan başqa heç nə ola bilməz. O əli saqqalığa çəkmək istəyəndə Allahın, mələikənin sənə yönəlməsi, ondan sonra təvəccüh eləməsi ola bilər, ondan başqa heç nə ola bilməz. 50 dənə də maşının olsa, onsuz da sürə bilmirsən. Sənə gəlib deyəcək maşını verir, 50 maşının da olsa, birini götür gidində sən bilməyəcəksən ki, adamın 50 qoyunu olanda 5-ci canavar yer elə bilmir. 50 maşın hardan bilətsən birini. O şeylər deyir. Yenə sözüm bu idi ki, uşaq bir cürə hazırlanmalıdır, cavan bir cürə hazırlanmalıdır, kişi bir cürə özün. Bir dənə uşaqdadır hazırlamaq. Qalan hamısı özündə, qadın bir cürə, kişi bir cürə, onlar da ki, üzü qocalığa tərəfdir, onlar da bu cürə özlərinci. Bizim nə qədər qocalarımız var, gedib əllərini öpürük, nə qədər fəqihlərimiz var, yatağında da gedib nə? Elə belə heç özü hiss eləmirdi, daha huşda dördü, elə millət, Məhəmməd Əli Araki rəhmətlik, bir il yat, heç özündə olmadı zahirən. Elə gecə gündüz millət növbəyə durmuşdu, gedib neynirdilər? Əlini öpürdülər, ayağını öpürdülər. Bax, adam gündəmdə o cürə qalır. İndi bu reklam deyir ha, gündəmdə qalmaqdan. O özü də bir ilahi bir şeydir. Ondan o da dərəcə aparır, bu da dərəcə aparır. Başqa yolu yoxdur da. Yol ancaq Allahın dedici yoldur. Bunu ki, hamınız bilirdiniz. Ben belə danışmaqda onu istəyirdim. Deyəm ki, yol ancaq o yoldur ki, Allah Teala deyib. Nə qədər o yola istiqamətimizi düzəltmişük, elə düz də gedəcək və getdikcə də nə olacaq? Aydınlıqdır. Yox, elə hələ biz
təkərin ikisini çıxartmışıq, ikisi Qurantavoydadırsa, onun asfalta çıxmaqdan o biri tərəfə düşmək ehtimalı daha çoxdur. Elədir? Çünki asfalta dartan onu hələ o dərəcə qüvvə yoxdur. Amma yolun qırağı daşdır, dərədir, qayadır, ondan sonra zirzibildir ki, hər anda səni uçuruma aparmaq ehtimalı var. Ona görə gərək çıxasan düz o yolun ortasına və əzmin də, məqsədin də o cür olur. Allah Muhammed Ali Muhammed xatirinə bizi həqiqi iman sahiblərindən qərar versin. Muhammed Ali Muhammed xatirinə ibadət, itaət tövfiqi əta eləsin. Allah Teala bizi nəfsimizin umuduna qoymasın. Muhammed Ali Muhammed xatirinə nəfsin, şeytanın şərri vəsvəsəsindən uzaq eləsin. Allah Teala bağışlamamış bizi dünyadan aparmasın. Muhammed Ali Muhammed xatirinə bizi bəyəndiyi insanlardan qərar versin. Dünya və axirətdə Peyğəmbər və Əhl-i Beytinin yanında xəcil eləməsin. Dünya və axirətdə bizi Peyğəmbər və Əhl-i Beytinin ziyarət və şəfaətindən binəsib eləməsin. Muhammed Ali Muhammed xatirinə bizi bu yolda sabit qədəm eləsin. Nəslimizdən, bəsil-bədi nəslimizdən İslam'a düşmən qərar verməsin. Bi-abruy Muhammed və bi-ehtiram Zəhra tamam möminlərin, xüsusən bu cəmdə əyləşənlərin, müşkillərin həll eləsin. İltiması dua eləyənlərin dualarını qəbul eləsin. Xəstələrimizə şəfaya acil inayət eləsin. Bizə rəhm eləməyənləri bizə müsəllət eləməsin. Halaldan bolluca ruzu əta eləsin. Bərəkətli uzun ömr əta eləsin. Muhammed Ali Muhammed xatirinə dinimizin, əqidəmizin düşmənlərin tezlikcən rüsva eləsin. Tezlikcən məhv nabud eləsin. Allah Teala ağamız İmam Zamanın qəlb-i nazəninin bizdən razı, xoşnud eləsin. Ağanın elədiyi duaları bizim barəmizdə də qəbul eləsin. Muhammed Ali Muhammed xatirinə ağanın zuhurunu təcil eləsin. Biz o ağanı tanıyıb rikabında şəhid olanlardan qərar versin. Salavat zikr eləyək.